Müasir beynəlxalq münasibətlər sistemində sülhün qorunması və münaqişələrdən sonrakı dövrdə dayanıqlı inkişafın təmin edilməsi dövlətlərin əsas prioritetlərindən biridir. Bu baxımdan Azərbaycanın Sülh Şurasına qoşulması təkcə ölkənin xarici siyasət xəttinin ardıcıllığını nümayiş etdirmir, eyni zamanda Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Milli Məclisin deputatı Azər Allahveranov bildirib ki, Azərbaycanın Sülh Şurası prosesinə qoşulması, xüsusilə də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump tərəfindən belə bir təşəbbüslə çıxış etməklə yanaşı, eyni zamanda Azərbaycana da bu prosesə qoşulmağa dair dəvət məktubunun göndərilməsi təbii ki, bir çox göstəricilərə görə əlamətdar bir hadisə hesab olunur. Çünki bu sözün əsl mənasında ölkənin imici ilə, artan reputasiyası ilə və eyni zamanda sülh quruculuq prosesində oynadığı rolu şərtləndirə biləcək bir vacib bir hadisə hesab olunur. Çünki bugünə qədər Azərbaycan bir çox müstəvilərdə hər zaman sülh tərəfdarı olduğunu dilə gətirməklə yanaşı, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra belə torpaqlarımızı işğal altında saxlayan Ermənistanın məğlub olmasına baxmayaraq yenə də özünün sülh əlini uzatmış və nəticə etibarilə Ermənistana 5 prinsipi özündə etibarlı sülh gündəliyini təqdim etmişdi və nəticə etibarilə qalib tərəf qismində çıxış edən Azərbaycan heç bir zaman bu statusundan fövqəladə bir şəkildə istifadə etməmiş. Hətta yadıma düşür ki, Amerika Birləşmiş Ştatlarının zamanında, Amerika Birləşmiş Ştatları prezidentinin zamanında ona dediyi məşhur bir müraciət var idi ki, bəs siz qalib idiniz və irəliyə də bilərdiniz, niyə dayandınız sualına cavab verərkən cənab prezident İlham Əliyev xüsusilə bildirdi ki, biz torpaqlarımızı işğaldan azad elədi, bizə başqa torpaqda gözümüz yoxdur. Bu, həqiqətən də bir daha dünyaya bir vacib bir mesaj idi. Məhz bu tipli məsələlər, o cümlədən də işğaldan azad olmuş ərazilərdə böyük bərpa quruculuq işlərini həyata keçirmək, sonra bir çox münaqişə tərəflərin arasında müəyyən mənada vasitəçi qismində Azərbaycan Respublikasının iştirak etməsi və digər məsələlər şübhəsiz ki, dünyanın bir çox mütərəqqi qüvvələri tərəfindən çox yüksək dəyərləndirilmiş və sülh quruculuq prosesində ölkənin rolunu xüsusilə bir növ göstərən, nümayiş etdirən bir hal kimi bildirilmişdir. Və nəticə etibarilə Amerika Birləşmiş Ştatlarının prezidentinin belə bir təşəbbüsdən çıxış etməsi, xüsusilə də münaqişələrin həll olunmasında müəyyən töhfə verə biləcək Sülh Şurasının yaradılması ilə bağlı bu prosesi Azərbaycanın da dəvət etməsi, məhz həmin bax Azərbaycanın bu müstəvidə indiyənə qədər qazandığı uğurların hesabına baş vermişdi və Azərbaycanın bu sahədə qazandığı zəngin təcrübə istər-istəməz həmin Sülh Şurasının da fəaliyyətinin uğurlu şəkildə təşkil olunmasına bir növ xidmət eləyə biləcəkdir. Və bu da bir daha onu göstərir ki, istər siyasi, istər iqtisadi, istər regional, təhlükəsizlik, bərpa quruculuq və bir çox məsələlər üzərindən Azərbaycan faktiki olaraq Sülh Şurasına qoşulmaqla yanaşı bugünə qədər qazandığı uğurları çox rahat şəkildə inkişaf etdirmək imkanı qazanmış olacaqdır ki, bu və digər bölgələrdə baş verən münaqişələrin həll olunmasında sülh yolu ilə həmin ərazilərdə bərpa quruculuq işlərinin həyata keçirilməsində yenə də Azərbaycan öndə gedən dövlətlərdən biri qismində çıxış edəcəkdir və hətta bugünə qədər biz artıq istər Suriya istiqamətinə diqqət yetirdikdə, istərsə də ki, misal üçün Ukraynanın İrpen şəhərinin bərpa olunmasında Azərbaycan tərəfinin iştirakını da nəzərə alsaq, biz görərik ki, artıq faktiki olaraq Azərbaycan beynəlxalq müstəvidə çox vacib nailiyyətlərə imza atmaqdadır və məhz bu dalğa üzərindən də Azərbaycanın bu sahədəki səyləri və eyni zamanda sülh quruculuq prosesindəki böyük rolu yüksək dəyərləndirilərək nəticə etibarilə Sülh Şurasının xətti ilə icra olunacaq fəaliyyətlərdə çox yaxından iştirakını bir növ şərtləndirəcək və nəticə etibarilə də Azərbaycan ümumbəşəri mahiyyət daşıyan bu sülh quruculuq prosesinə bu fəal iştirakla da bir növ öz töhfəsini vermiş olacaqdır.